Bax bu Turançılar, Turan dövlətləri ümumiyyətlə bu ərəb düşüncədən qurtarsaydılar, bax çoxdan biz indi dünyanı özümüz indi dünya bizə baxırdı, nümunə götürürdü. Bizdən öyrənirdi. Bəziləri deyir ki, ərəblər algebra veribdi, nə bilim matematika gətiribdi, nə bilim onu gətirib, bunu gətiribdi. Ay kişi, gəlsin otursun bura. O həmin o ərəb deyil, bu ərəb deyil. Algebra, qədim ərəb o algebranı düşünən, yaradan, nə bilim matematikanı bu gün neyniyir? Əgər odursa, o xalq elə hərəkət etsə, onda qardaş onlar yaratmayıb. Qız uşaqlarını onlar götürüb diri-diri basırlar. Arvadları onlar üçün bilirsiniz nədir? Pul əskisidir. Yəni qadın onlar üçün adam deyil. Kadınları aparıb bütün Avropanın qadınlarını, Rusiya, nə bilim hardan nə arvad görürlər, aparırlar, atırlar tualetin içinə. Nə bilim onu yeməlisən. Dəvənin altına atır, eşeğin altına atır xanımları. Adam bununla dostluq eləyirlər. Bu adam gedib 9 yaşında uşağı zorlayır, 60 yaşında ərəb kişisi. Heyvan. Yazılıb müqəddəs kitabda da bu vəhşi bir heyvandır axı. Siz niyə gəlib bunlara dəstək olarsınız həmin? Bu bir. İkincisi Türk kişisi üçün, Türk xanımı həmişə onun tacı olubdur, başının tacı olubdur. Türk kişisi də Türk xanımı onun imperatoru olub həmişə. Kişiyə imperator kimi baxıbdır. Və onlar nə başları bağlayıblar, üzlərini örtüblər. Bizim xanımlar ən namuslu olublar, kişi ilə bir yerdə döyüşərmişlər düşmana. Həyat yoldaşı olmayanda özü qılıncı götürüb vuruşubdu. Nə üz örtmək, nə baş örtmək. Bu xanımlar, Türk xanımları indi bugün hansı ki görün devirdə kimlər oldu Türk xanımı. Bu ərəbin qanun qaydasını götürəndən Türk, Azərbaycan, Türk, ümumiyyətlə Türk xanımları pozulublar, olublar ərəb. Yəni ərini öldürmək, əri ilə mübahisə eləmək, əri ilə təhqir eləmək, əri ilə kişi kimi ər saymamaq. Bax bu ərəb düşüncəsi daha. Və kişilərimiz, bu ki deyir xanım, Türk xanımı mənim Türkün kişinin tacıdır başının. Türk kişisi bugün arvadların başını kəsir atır. Bugün o xanımların baltalayır. Bax bu ərəb düşüncəsi gətirib bu günə çıxardıb ki, vəhşiləşmişik. Ərəb vəhşi gəlib onun o dini ilə, nə bilim onun qayda qanunu oturub ona görə bugünkü Türk xanımı olub bir dənə vəhşi, kişisi də olub bir vəhşidir. Niyə? Ərəblə oturub durur, ərəblə algebra icad eləyib. Algebra icad eləyən ərəb gəlib arvadlarınızı arvadları aparırlar, tualetə atırlar. Dəvənin altına, eşeğin altına arvadları atırlar. Uşaqları zorlayırlar, öldürürlər. Bu millətlə oturub durmaq nə qədər düzdür bunu deyə. Ona görə Türk xalqının xanımı da itirib xanımlığını, kişisi də kişiliyini itirib türklər. Olurlar vəhşi, oxşurlar. Ona görə düzəlmirik. Bax bunu düzəltmək lazımdır cəmiyyətdə.